Yoldaşlar, hər vaxtınız xeyir. 6 aprel imtahanda iştirak edən tələbələr üçün 9 martda təşkil edilmiş sonuncu imtahanın məntiq suallarını BA, BB, AC və AB kateqoriyası üzrə düşmüş bütün sualların izahlarını görürsünüz bu videoda. Bu video ikinci videodur. Bundan qabaq da bir video var. Və belə deyək, həmin videoda 71-dən 91-ə kimi sualların izahı var. Burada isə 92-dən təxminən 110-a qədər sualların davamının izahı olacaq. Bunlar hər biri qəbullara düşmüş birə-bir suallardır və bir daha vurğulayıram, YouTube'da bu sualların izahı hələ heç kim tərəfindən paylaşılmayıb. Diqqətlə dinləməyinizi və yaxşı öyrənməyinizi tövsiyə edirəm. Verilmiş şəkildə neçə düzbucaqlı var? Bunun üçün mənim çox istifadə etdiyim metod var. Yazıram içinə 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu 8 dənə nömrə qoyduğum hər fiqur özləri də elə düzbucaqlıdır deyə yazıram ki, 8 dənə düzbucaqlını rahatlıqla gördüm. 1 2-yə birləşir, başqa bir düzbucaqla mənə gəlir. 1 ilə 4-ü birləşdirəndə başqa bir düzbucaqlı, 2 ilə 3-ü birləşdirəndə başqa bir düzbucaqlı, 4 ilə belə deyək, 3-ü birləşdirəndə başqa bir düzbucaqlı, həmçinin 5 ilə 4-ü birləşdirəndə yenə başqa bir düzbucaqlı, 5 ilə 6-nı, 4 ilə 7-ni, 6 ilə 7-ni də birləşdirəndə başqa düzbucaqlar mənə gəlir. Sonra 4 ilə 3 yazmışıq, 1 ilə 2 yazmışıq, 7 ilə 8 yazmamışıq. Həmçinin 4 ilə 7 də yazmamışıq, yox yazmışıq. 3 ilə 8 də yazmamışıq. 3 ilə 8. 2 fiqurdan ibarət düzbucaqlılar da bitdi. Deməli 1 2, 1 4, 2 3, 4 3. 5 4, 5 6, 4 7. 6 7, 7 8 və 3 8. Bunlar da neçə dənədir? Gördüyünüz kimi 10 dənə. 10 dənə də belə düzbucaqlı tapdıq. Sonra 3 dənəlilərə baxaq. Baxın 1 4 7 də düzbucaqlıdır. 2 3 8 də düzbucaqlıdır. Həmçinin 5 4 3 də 6 7 8 də. 4 dənə də belə düzbucaqlı tapdıq. İndi 6 fiqurlu düzbucaqlara baxaq. 1 2, 4 fiqurlar qaldı. 1, 2, 3, 4. Baxın. Bu da bir düzbucaqlıdır. 3, 4, 7, 8-də. 5, 4, 6, 7-də. 1, 2, 3. Bunları da gördük. 3 dənə də beləsi var imiş. Bir də 6 dənəllər. 1, 2, 3, 4, 7, 8. Bir də 5, 4, 3, 6, 7, 8. 2 dənə də belə. Toplayaq bunları. 5, 13, 23. Burada da 4. Cavab 27. Növbəti sualımız 93-cü sual deyir. Bu figurdan bunu almışıqsa bundan nə alaraq? Fikir verin. Bu figurun bir dənə də, bu figur budur. Yuxarıdadır. Düzdür? Bir dənə də eynisi aşağıya doğru güzgü kimi açılıb. Deməli bunu da yuxarıya qoysaq. Bunun bir dənə də eynisinin güzgü kimi aşağıya atsaz. Belə bir figur alınacaq. Bu da yerləşir A variantında. Figurun aşağıya doğru güzgüsü açıb və özünə birləşdirilib. 94-cü sual. Böyük, çətin sual kimi görünür, amma kifayət qədər rahatdır. Bax, 6 ilə 4-ün hasili 24, yarısı 12. 4-ü 8-ə vuranda 32, yarısı 16. İndi nəysə nəyə vurub yarı bölüb 12 alıblar. Nəyin yarısı 12-dir? 24-ün. Nəyi 8-ə vuranda 24 eləyər? 3-ü. Eli tapdıq. Eni də tapaq. 6 vur 5. 30, yarısı 15. Deməli, n tapıldı 15, el tapıldı 3. Elin 3, enin də 15 olduğu onsuz da bir dənə variant var. B variantı. Amma digərlərini də tapaq. Dairələr eyni həllə malik idi. Bunları tapdıq, aradan çıxartdıq. İndi kvadratlara baxaq. 14 ilə 8-in fərqi 6, 2-yə vurublar 12. Sonra 15 ilə 12-nin fərqi 3, 2-yə vurublar 6.
18 ile 7'nin fərqi 11. 2'ye vuranda 22. Kanda tapdıq 22. İndi neyi 2'ye vuranda 14 eləyir? 7'ni 12'den nə çıxanda 7 eləyər? Təbii ki 5. Cavab B variantı. Davam edirik növbəti sualla. Yoldaşlar 12 ile 5'ten necə 22 alarsınız? 12'nin üstüne 5'in 2 katını gələrsiniz. 13 ile 15'ten de 13'ün üstüne 15'in 2 katını gələrsiniz. 30 plus 13 43. 28'in de üstüne 17'nin 2 katını gələndə cavab 62 edir. 96-cı sual məşhur bulut sualı. Yəqin ki bu sualı bir çoxunuz artıq elə mənim izahımdan da görmüsünüz və buna aid çox gözəl izahlarım var. Və bu sualda ümumi tipi danışmayacağım. Tipi pin eləyirəm. Videomun altına bakarsınız. Ya bu sual tipini ilk dəfə də dinləyirsinizsə, videomun altındakına baxın, sonra buna gəlin. 6'dan 24'e, 4'e vurublar. Düzdür? Təxminən 7-8 imtahan da düşür və artıq reglamenti də eynidir. Ox istiqamətində hərəkət edirik. Dairə işarəsi vurmanı tərənnüm eləyir. Bu misal üçün. Başqa misalda başqa iş görə bilər. Burada da 3 bucaqla 7 bucaqdır. 7'den 3'ü çıxırsan 4, dairə dediyə 4'e vurursan. Fikir verin, burada da 3 ilə 5'i bir-birindən çıxırsan 2, bu figurdur deyə 2'ye bölürsən. Deməli dairə bu sualda vurmanı. Bu figuru isə bölməni tərənnüm edir. Fikir verin, 12'ni də nəyəsə böləcəklər, B alacaqlar. Nəyə? 3 ilə 5'in fərqinə. 3 ilə 5'in fərqi 2 eləyir. 12'ni 2'ye böləndə 6. B çıxdı 6. Burada da 3 bucaq, 6 bucaq. 3 ilə 6'nın fərqi 3. 6'nı böləcəklər 3'e 2. 2'nin üstüne 1 gələndə 3 eləyir. Fikir verin, 7 bucaqlıdan 6 bucaqlını çıxıblar. İçəridəkindən çöldəkini çıxıblar. 1 eləyib. 2'nin üstüne 1 gəliblər 3 eləyib. 3'ten 9'a yine vurma işarəsi olacaq. Çünki dairədir. 4 bucaqla 7 bucağın fərqi 3 eləyir. 3 vur 3 9. İndi 6 bucaqdan da 4 bucağı çıxanda 2 eləyir. 9'un üstüne 2 gələndə 11. 6 bucaqdan da 7 bucağı çıxanda mənfi 1 eləyir. 11'in üstüne mənfi 1 gələndə 10. 4 ile 6'nın fərqi 2 eləyir. 10'u 2'ye vuranda 20. 3 ile 8'in fərqi 5 eləyir. 20'ni 5'e böləndə 4. Bu axıra kimi belə devam edir. Mənə B lazım idi 6, bir də A lazım idi 11. Onlar da cəmi 17. Yoldaşlar, deməli bu sual tipində mənfi ədəddə, müsbət ədəddə nəzərə alınır toplama çıxmada. Amma vurma bölmədə mənfi müsbət nəzərə alınmır və bu indiyə qədər bu tipdə düşən sualların hamısında keçərli olur. Amma növbəti imtahanlarda reglamentə dəyişiklik eləyərlərmi, eləməzlərmi artıq sualı yazanın belə deyim də şəxsi iradəsindən asılıdır. Ona görə həmişə yoxlayın. Görün nə edirlər. 97-ci sual. Dairələrin birləşməsi. Baxın. Bu figuru qoyuruq bunun içərisinə. Bu formada. Altını da keçirdirik ona bu hissədən. 7'ni aşağıdan bura. 5'i də qırağa bax bura. Şimdi ben biraz pis çəkdim belə də yəni. 1'i istifadə etmədim. Bir də nəyi? 3'ü istifadə etmədim. Cavab A variantı. Bəzi figurları birləşdirəndə belə deyək. Dairə alırsan artıqları cavab kimi götürürsün. 98 kifayət qədər rahat sualdır. A plus B 26'dır. C plus C ise B'dir. Yoldaşlar A plus B'nin yerine burada 26 koyanda olur 26. Üste gel C beraber de 32. C de beraber olur 6. C plus C de B'dir. Onda 6 plus 6 beraber olur 12'ye. Yani B beraber de 12'ye. Məndən A'nı istəyir. Burada da B'nin yerine 12 koyanda. Neyin üstüne 12 gelende 26 eləyər? 14'ün. Şu, bu da belə. 99'a baxırıq. Gör nə qəşəng rahat sual. İndi təbii ki hazırlaşan tələbələr üçün.
A, B, C'dən C, B, A-nı çıxanda, bir ədəddən tərsini çıxanda ortada nə alırıq həmişə? 9. Deməli, Y 9-dur. Kənarlarını da cəmi həmişə 9 edir. Yoldaşlar, CBA-nın içində CBA neçə dəfə ola bilər ki? Bir dəfə. Deməli, D də 1-dir. 1 plus 9, cavab 10. 100-cü sual. Bu sualdan dəfələrlə işləmişik və mən bu sualın həlli üçün YouTube-dakı ilk sadə izahı verən müəlliməm və ondan sonra başqa müəllimlər də buna aid izahlar çəkməyə başladılar. Burada fiqurların sahəsini tapmaq lazımdır. Dairənin, kvadratın, üçbucağın sahə düsturlarını bilmək lazımdır. Gəlin səbirlə bunu dinləyək. Pi-ni 3, damanın da tərəfini 1 verib. Bu fiqurun sahəsini tapmaq üçün biz müxtəlif hissələrə bölməliyik bunu. Bax, bu dairənin 1/4-idir. Bu da dairənin 1/4-idir. Bu da dairənin 1/4-idir. Sonra bax, bura kimi uzunluğu 3 olan, eni də 1 olan düzbucaqlıdır. Ona görə buranın sahəsi ümumən 3 eləyəcək. Bax, belə 3 yazıram bura. Buranın da sahəsi 3 eləyəcək. Bax, burada 3 yazıram. Çünki uzunluğu 1, hündürlüyü də 3-dür. Yəni, buranı da hesablaya bilərik. Bax, buranı axıra kimi. Onun da sahəsi 4 eləyəcək. Niyə? Çünki eni 1, hündürlüyü 4-dür. Buranın da sahəsini hesablaya bilərik. Üçbucağı. Üçbucağın sahəsi katetlər hasilinin yarısıdır. 2 vur 2, 4 yarısı 2. Burada 2'dir. Burada müxtəlif sualların izahında mən bunu demişəm. Bax, bir kvadratın sahəsi eni 1, uzun da 1-dirsə, yəni tərəfləri 1-dirsə, onun sahəsi 1-dir. Onun içərisində dairə yerləşdirsək, məsələn, bura dairə yerləşdirsək. Bu dairənin sahəsi pi r kvadrat. R 1-dir, pi də 3. 3 vurulsun 1'in kvadratı. O da eləyir 3. Bu dairənin sahəsi 3'dür, amma onu 4 yerə böləndə 3'ü də 4'ə bölməsiz eləməlidir 0,75. Qısacası, belə bir fiqur görəndə, belə bir fiqur, onu 0,75 qəbul eləməliyik. Yerdə qalan hissəsini isə, bu hissəni isə 0,25. Çünki kvadratdan bunu çıxırsınız, bütün kvadrat 1-dir. Bu da 0,75. Kvadratdan bunu çıxıb buranı alırsınız. Deməli, bu da nədir? 0,25. İndi buranı da tapmaq var. Bu da böyük dairədir. Amma bu dairə, əgər bu belə düşünün də, məsələn, bu kvadratın sahəsi nədir? 2'nin 2'yə 4 çıxılsın. Bu gömbul fiqurun sahəsini ondan çıxmaq lazım. Bunun da sahəsi pi vurulsun, yəni 3 vurulsun. R'in kvadratı, yəni 2'nin kvadratı 12 eləyir. Əgər bu bütöv bir dairə olsaydı, amma bu onun 1/4-idir axı, bu 1/4 hissədir. Yəni bu hissənin sahəsi 12'nin 4'ə bölünməsi ilə alınacaq, 3 alınacaq. Əgər ümumi kvadratın sahəsi 4-dürsə, ondan bu hissəni, rənglədiyim hissəni çıxsaq 3'ü, bura 1 qalacaq. Deməli, buranın da sahəsi neymiş? 1 imiş. Bunlar əslində bizim tələbələrimiz demək olar ki, əzbərləyiblər. O qədər sual işləyirlər ki, məsələn, bilirlər ki, balaca dairənin 4'te belə deyim də 1/4 0,75, bu birisi hissəsi isə 0,25'dir. Məsələn, belə bir dairənin hissəsi 3'dür, yerdə qalanı 1'dir. Böyük dairəni də hesablayanda bilirlər ki, bura 6,75'dir. Yerdə qalan hissəni də çıxaraq tapa bilirlər. Burada 6,75'dir. Nədən çıxırsınız? 3'ün 3'ə. 9'dan çıxırsınız 6,75'i, buranı da tapırsınız. Burada 6,75'dir. Necə taparam 6,75'i? Necə taparsan? Pi var 3. Radius da var 3. 3'ün kvadratı 9. Option eləyir 27. 27'ni də 4'ə bölürsən, eləyir 6,75. İşte burada biz hər şeyi tapdıq da, düzdürmü? Gəlin bu toplama əməliyyatını icra edək. Kalkulator açıram yoldaşlar. Çox axşam vaxtıdır, saat 5 işləyir. 5'in yarısıdır hətta. 5'ə qalıb hətta. Səhərdə dərslərim var. Bu videoyu yekunlaşdırım. Deməli, 6,75 vurulsun 3, üstə gəl. 3, üstə gəl. 4, üstə gəl. 2, üstə gəl. 1, üstə gəl. 3, üstə gəl 0,25. 33,5 eləyir cavab.
Üzürlü sayın kalkulatordan istifadə elədim deyə. 101-ə baxırıq, ardıcıllıqdır. Bax, üstə gəl 3, vur 3, çıx 3, üstə gəl 3, vur 3, çıx 3, üstə gəl 3. İndi vur 3, 108, çıx 3, 105. 102-yə baxırıq. Yoldaşlar, bunları çarpaz toplasam kvadratlarla dairələr bir yerə toplaşar. Deməli, bir kvadrat, bir qara dairə, iki dənə ağ dairə bərabərdir. Bir üçbucaq, bir ağ dairə, bir dənə də qara dairə. Qara dairəni aparsın, şarik də şarik aparsın. Gördüğünüz kimi bir dənə kvadrat, bir dənə şarik, cəmi bir dənə üçbucağa bərabər oldu. Cavab B variantı. Növbəti sualınıza keçid edirəm. Bu da belə deyək, rahat bir cədvəldir. A-nın B-yə hasili 24'tür. B-nin C-yə hasili 20'dir. A-nın C-yə hasili isə 30'dur. Yoldaşlar, A-nın C hasili 30'dursa, deməli bunlar 5 və 4'ün hasilidir, düzdür? A 5 ola bilməz, çünki 5'i nəyəsə vuranda 24 eləmir. Deməli, üzr istəyirəm, 5 və 4 deyirəm. 5 və 6 demək istədim. 5'dən 6'nın hasilidir. A 5 olsa, bu A da 5 ola bilməz də, çünki 5'i nəyə vuranda 24. Düzgün çıxmır. Deməli, A 6'dır, B 4'dür. A 6'dır, C 5'dir. C 5'dirsə, B də 4'dürsə, hasillər də 20'dir, bəli. Deməli, A vur, B vur, C X'dir. Yəni A 6. Vurulsun B. B 4. C də 5. Bərabərdir X'a. Yəni X bərabərdir nəyə? 20, 120'ye. Deyir, ABC cəmi nədir? ABC cəmi də 6 plus 5 plus 4. Yəni 15'dir. Yoldaşlar, 15 120'nin hansı hissəsidir? 120'ni bölürəm 15'e. Eləyir 8. Deməli 8'də 1 hissəsidir. X'ın 8'də 1 hissəsi. 104. Deməli 5 ilə 6'dan 9 alıblar. 7 ilə 8'dən 13 alıblar. 7'ni 3'ə vuram 21, 8 çıxıram 13. 5'i 3'ə vuram 15, 6 çıxıram 9. 7'ni 3'ə vuram 21, 6 çıxıram 15. K 15'dir. Bir dəqiqə. K 15'dir. 5'in 3'ə vuranda 15, 9 çıxanda 56'dır. 36'dan da 8 çıxanda M28'dir. Yoldaşlar, burada texniki xəta var. Görünmür nə istəyir bizdən. K plus, L plus, M istəyir. Yəqin ki, sual cədvəlin arxasına sürüşüb. 15 plus 6, 21, üstünə də 28 gələndə 49. 105-ci sual. M ilə L-in cəmi 4'dür. Deməli, nədirlər bunlar? Cəmləri 4 olan biri 1 olacaq, biri 3 olacaq. Onda neyniyəcəyik? M-lə L-in yerinə birinə 1, birinə 3 qoysaq, 13 çıxılsın 31 düz deyil də, mənfi eləyər. Onsuz da şərtdə qeyd eləmişdi ki, yadıma gəlir, imtahanda qeyd olunmuşdu ki, ML LM-dən böyükdür. Amma yoldaşlar, onu yazmağa nə ehtiyac var? Onsuz da cavabları da qeyd edib. Bizsə heç bu da lazım deyil. İnanın səmiyyətimə. Bu 4 4 4 var. Burada yazılmasa yenə cavabı tapmaq olardı. Necə? İndi biz yazaq bura. Bax, M-ə 3 yazaq. Elə 1. Elə 1, M-ə 3. 31 çıx 13, 18. Deyirsiniz ki, müəllim, necə olur 4'ü verməsin, amma biz cavabı tapaq. Mən öz tələbələrimə də demişəm. Elə məni YouTube'dan izləyənlər də bilsin. ML-dən LM-i çıxıbsa, biz ya burada 9 almalıyıq, ya da nə alacaqsa rəqəmləri cəmi 9 eləyəcək. Ya 18 alacağıq, ya 27 alacağıq, ya 36 alacağıq, ya 54, ya 45. Yəni burada nə alsaq, ya cəmi 9 eləyəcək, ya da özü 9 eləyəcək. Bir ədəddən öz tərsini çıxanda, iki rəqəmli ədəddən öz tərsini çıxanda. Burada da rəqəmləri cəmi 9 eləyən, onsuz da bir dənə A variantı var. Yəni bunu nəzərinizə çatdırmaq istəyirdim.
106-cı suala baxırıq. 106-cı sualda nöqtələr hərəkət edib. Burada belə deyək. Bax burada 3 dənə nöqtə var. Bu sabit qalıb. Bax bu çarpaz keçib bura. Kiverin. Sonra bu da keçib onun üstünə. Bu da keçib onun üstünə. İkisi də eyni yerdə dayanıb. İndi burada aşağıda 2 dənə var düşünün. İndi bunun biri keçir bura təzdən. Bu da çarpaz keçir bura. Cavab olur D variantı. Düşünün ki bir dənə nöqtə öz yerində dayanıb. Biri buradadır, biri burada. Bu keçir bura, sonra bu keçir bura, sonra bu keçir bura, sonra da bu keçir bura. 107. Verilmiş kubun düzgün kapanış forması olmayan varyantı seçin. Yoldaşlar düzgün olmayan deyirsə biz düzgünləri tapıb silə də bilərik. Pramoy düzgün olmayanları da seçə bilərik. Gözə batır bu düzgün olmayan. Bax A'nın altında C dik dayanıb, burada yıxılıb. Deməli bu düzgün deyil. 2 ilə 3 yan bayan dayanıb, burada alt alta dayanıb. Deməli bu da düzgün deyil. Şu cevap 1 ilə 3. İndi bir dənə o birlərin düz olduğunu sübut edeyim. Yoxsa keçə bilmərəm sualın üstündən. Bax, bu B-ni aşırsaq 90 dərəcə sağa alınacaq belə bir B. Bir dənə də aşırsaq alınacaq belə bir B. Bir dənə də aşırsaq. Elə bu bəsdir. Bax, C ilə B necə dayanıb olduğu kimi bir də C-nin altında. Görürsünüz. Deməli 2 düzdür. Bu necə düzdür? Biri demişik olduğu kimi apara bilərik bura. Bu xassələrdən biridir. Fikir verin. 3 ile 2 yan bayan dayanıb. Həqiqətən də yan bayan dayanıb. Yox burada. Bir dəqiqə. 3 ile 2 dayanıb. Burada deyəsən biz nəsə bir mexaniki səhv eləmişik. Burada 3 bu tərəfə düşməliydi. Burada bu biri burada yazmalıydıq belə. Buraya 2'ni yazmalıydıq yoldaşlar. Buraya 3'ü. Burada nəsə deyəsən bizim səhvimizdir bu. Yəqin mən yoxlamamışam bunu. Deməli burada bu epizoda nəzərən 1'in altında 2'dir. Baxın bir dənə. 1'in altında 2'dir. Amma 3 2'nin solundadır. Yəni yuxarı tərəfdə olmalıydı bu tərəfdə. Burada olmalı değildi. Yəni qısacası burada 2 olmalıydı bax belə. Burada 3 olmalıydı bax belə. Burada da 1. 5 düz idi qəbulda yadıma gəlir. Bir də 4'e baxaq. Bu belə olmalıydı. Qısacası bax belə. 1 burada 2 burada da 3. Fikrin həqiqətən də 2 ilə 3 yan bayandı. Yan bayandı. Birinin də ayağının altında 2 qalır. Birinin də ayağının altında 2 qalır. Bu 5'i unudun. 5 qəbulda bax bu tərzdə idi və düz idi. İndi 4'e baxaq. B ilə C və B ilə 1 necə dayanıb? Fikir verin, C ilə B bir-birinə doğru baxır. C ilə B bir-birinə doğru baxır. Bəli, bir-birinə doğru baxır. B-ni bir dənə də fırladanda belə dayanacaq. B'nin daha az gömbul olan yeri tərəfdə 1 var. B'nin daha az gömbul olan tərəfində 1 var. 1 özdə nəyə baxır? C'yə doğru baxır. C'yə doğru baxır. C isə B'yə doğru baxır. 4 də düzdür. Qısacası 2 düzdür, 4 düzdür, 5 düzdür. Səhv olan 1 və 3'dür. Cavab D variantıdır. Və nəhayət 108-ci suala baxırıq. Bu sualda yoldaşlar buradaki ulduzların güşələrini saymaq bəs idi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 3 tane de burada 12, 3, 3. 18 tane güşə burada var. Burada da 6, 4, 10, 8 tane de burada 18. Burada da deməli 12, bir de sayım yadımdan çıxdı. 12'dir, 12. 12, 4, 16, 6. 22. Burada da 5, 4, 9, 8, 17. Şimdi buna uygun bir grafik versək, 1 nömrəli və 2 nömrəli epizodlar 18 rəqəminə uyğundur. Fikir verin, 1 18-dədir, 2 də 18-dədir. 3 hardadır? 3 22-də. Ona görə qrafik qalxdı 22-yə. Sonra 4 də 17-dədir. Qrafik düşdü 17-yə. Ona görə cavab A variantı olmuş olacaq. Digər variantlarda belə qanuna uyğunluq yoxdur.
Yoldaşlar, 107-ci sualda 5-ci bəndə görə üzrxahlıq eləyirik sizdən. Əsas odur, səhvimizi videoda da olsa düzəltdik. Mexaniki səhv gedib orada 3-dən 2-nin yerini yanlış göstərmişik. Ona görə videonu dayandırmaq istəmədim. İstədim elə təbii alınsın və səhvimizi redaktə eləyək. Bütün sualların izahını göstərdim. İmtahanda hamınıza uğurlar arzulayıram. İnşallah sizin üçün çox faydalı, çox uğurlu bir imtahan olar. Bizim də videolarımız sizə çox kömək eləmiş olar. Hamınıza uğurlar. İnşallah imtahandan sonra üzünüz gülsün və sevinəsiz və bizim də orada az da olsa duzumuz olmuş olsun. Özünüzdən müğayət olun, sağlıqla qalın. Sağ olun.